Çampavad pələngi tarixdə ən çox adam öldürən pələng. Belə ki, onun parçaladığı insanların sayı 436-dır. Çampavad 19-cu əsrin sonlarında Nepallılar üçün kabusa çevrilmişdi. Hətta vəziyyət o həddə çatmışdı ki, yırtıcı artıq gündüz vaxtı da sakinlərə hücum eləyirdi. Meşə ağaclarının ətrafında dolanan pələng növbəti qurbanını gözləyirdi. Çampavadı ovlamaq cəhdləri fayda vermir. Köməyə çağırılan Nepal ordusu pələngi yalnız qovub ölkədən çıxara bilir. Sərhəd Sarda çayını keçən pələng Hindistan əhalisini yeməyə başlayır. Bu illər ərzində pələngdə təqibçilərdən yayınma instinkti formalaşmışdı. Onun hücumları Çampavad şəhərinin ətrafındakı kəndləri olduğu üçün bu pələng belə adlandırılır. Çampavadın sonuncu qurbanı 16 yaşlı bir qız olub. Qızın qan izləri ilə pələngin yerini müəyyənləşdirmək mümkün olmuşdu. Peşəkar İngilis ovçu Jim Corbett Çampavadı öldürən adam kimi tarixə düşüb. Bu 1907-ci ildə baş verib. Rəvayət gəzirdi ki, bir ovçu onun balalarını öldürmüş və pələng qisas almaq üçün insanlara hücum eləyirdi. Amma heyvan üzərində aparılan müayinələr göstərdi ki, onun yuxarı sağ və aşağı dişləri sınıbmış. Adi ov etmək çətin imiş, bu səbəbdən də insanlar parçalayırmış. Çampavad dünyada ən çox insan yemiş pələng kimi Ginnesə düşüb. Yırtıcının öldürüldüyü yerə sakinlərin yaddaşında qalsın deyə xüsusi sement plitə də döşənilib.